Çok pis sanayım. Ben onları koruyabilmirim. Yalvarırım. Yalvarırım Allah'ım. Sen özün onları pisliklerden koru. Həyat verilişinə Tulipa Helski və MSP Avtomatik Qaplarının sponsorluğu ilə baxırsınız. Gözlerin aldı beni, kemende saldı beni. Gel artık seviyorum, seviyorum seni. Gözlerin aldı beni, kemende saldı beni. Gel artık seviyorum, seviyorum seni. Gece sabahlara kadar seni düşünüyorum. Gel artık kollarıma, uyumak istiyorum. Gece sabahlara kadar seni düşünüyorum. Gel artık kollarıma, uyumak istiyorum. Bir satır yazdım sana, olmadı deme bana. Sarıl kollarıma. Bir satır yazdım sana, olmadı deme bana. Ağladım yana yana, gel sarıl kollarıma. Yeter artık bu çile, sevgimiz düştü dile. Seni çok seviyorum, sen bunu bile bile. Yeter artık bu çile, sevgimiz düştü dile. Seni çok seviyorum, sen bunu bile bile. Gece sabahlara kadar seni düşünüyorum. Gel artık kollarıma, uyumak istiyorum. Gece sabahlara kadar seni düşünüyorum. Gel artık kollarıma, uyumak istiyorum. Bir satır yazdım sana, olmadı deme bana. Kollarıma bir satır yazdım sana, olmadı deme bana. Ağladım yana yana, gel sarıl kollarıma. Bir satır yazdım sana, olmadı deme bana.
Əlbətova salam, xoş gəlib, səfa gətirmisiniz. Buyurun, əyləşin. Salamlayıram bütün Həyat Canlı verilişinin tamaşaçılarını. Bizə doğma olan kanal S kanalda Həyat Canlının saatı gəlib çatdısa, deməli, hamının üzü gülür və maraqlı söhbətlərimiz olacaq. Bu günlərim olan qonağımız da elə insandır ki, həqiqətən də öz, belə deyərdim də, onu mən deyərdim, hamımız çox istəyirik, dəyər veririk, belə deyərlər, o əlimizin içində, ovucumuzda saxlayır. İndi isə evə getmək lazımdır. Hadi hop. Çox sağ ol ki, gəldin Doni. Mənə buradan çıxandan sonra və dünya işığı görəndə çox sağ ol deyərsiniz. Belə. Hə uşaqlar, siz vaqonda qalın. Jet, sən itəlirsən, mən isə dartıram. Əla fikirdir Doni. Hə. Sözü atava. Dəqiqəyə burnu açır, 12 saata qədər təsir edir. Otrivinlə rahat nəfəs. Sənə bağlıyam axı. Səni görən gündən ürəyim öyrəndi vurmağı. Gəl tökməzsən qaş qabağı, sənə yaraşmır axı. Səni sevən gündən gözlərim tərgitdi dolmağı. Salam, sabahınız xeyir dəyərli izləyicilər, sabahlarınız xeyir açılsın, hər kəsi salamlayıram. Ekran qarşısında əyləşən bütün dəyərli tamaşaçılarımızı salamlayır və gününüzü gülərlə ekran qarşısına gəldi deyirəm. Elə bu məqamda studiyamızın bir-birindən dəyərli qonaqları var, maraqlı mövzuları var. Amina Sultan, Aytən Astaralı. Xoş gəlib dəyərli dostlar, səfa gətirmişsiniz, xoş gördük sizi studiyamızda. Salam, biz də sizi xoş gördük, rəhbərliyi xoş gördük, bütün Azərbaycan xalqını xoş gördük. Hər kəsə bugün super efir təqdim edəcəyik Gülər xanım başda olmaqla. Təşəkkür edirik. Aytən xanım, xoş gəlmişsiniz. Çox sağ olun Gülər xanım, dəvətinizə görə təşəkkür edirəm, televiziyanın rəhbərliyini salamlayıram, bizi izləyən izləyicilərimizi salamlayıram. Təşəkkür edirik dəvətinizə görə. Sizi görməyə şad olduq. Təşəkkür edirik, çox sağ olun. Və dəyərli izləyicilər, elə bu məqamda bizim verilişimizin, gəlin gözəl bir verilişi nəğmə ilə başlayaq. Başlayaq gözəl nəğmə ilə, çünki səhərimizin necə başlayırıqsa, günümüzdə elə gözəl keçir. Mən çox gözəl başlamışam. Sizə daha gözəl sabah başlamağa. Uzaq yoldan gəlmişsiniz. Larımız darıxmadı, bu gözəl təbrik. Gəlin xanımlara atasının əlindən Quranın altından keçməyi nəsib eləsin inşallah. Əmin, bəli. Gözəl cütlüklərimiz üçün, gözəl böyüklərimizdən, valideynlərimizdən xeyir dua almaq üçün gözəl nəğmədir. Bu arada öz bəstəmdir. Sözləri, musiqisi, bəli. Mən dediyim kimi bundan sonra ancaq öz mahnılarımı oxuyacağım. Öz yazıb, söz, musiqi, söz artıq bəli, elə öz mahnılarınızda oxumalısınız da, niyə də ki yox? Mən musiqi nəzəriyyəsini dediyim kimi də bitirmişəm. Məktəbdə bizə öyrətmişlər ki, yəni belə deyək də, mükəmməlçiliyim ondan irəli gəlib. Ancaq klassika, yəni klassikaya çox böyük önəm verirdim də. Azərbaycan klassik bəstəkarlar mahnıları. Dənilən zövqə və yaş həddinə uyğun 136 seçilmiş Bu həmin o bəzi insanlar da var ki, Amina xanım elə qəsdlə gəlir, oturur, ancaq danışır. Dəqiq. İnanın ki, onun o mənfisi sizə keçir.
bir mənalı görə şəkildə. onu- Çünki ətrafında 3 insan varsa, Bəli, onun bəli. dördüncüsü sən olursan, Hə. ətrafın necədirsə, sən də Bir onlardan də biri olursan. ataların bir misalı var. Yəni bu həyat təcrübəsidir. Bunu mən demirəm. Çoxluq həmişə üstünlük tələb eləyir. Bəli, Həyatında bəli. nəyi çox təkrar edirsən, nəyi çox yaşayırsansa, onu sən yaşayırsan. Daha çox da elə onu çoxaldır. Bəli, bəli, bəli. Ona görə Sizlərə də yaxşı. sevginin çoxalmağını arzu Amin, edirəm. bahəm. Çox sağ olun dəyərli xanımlar. Veriliş Bu bitdi, gözəl- nə tez, Bəli. nə tez, nə Yəni tez bizim bitdi. zamanımız necə gəldi, keçdi bilmədik. Bu Hə, gözəl sabahda bizlə olduğunuz üçün təşəkkür edirəm. Biz sizə təşəkkür edirik. Çox məqam. sağ olun dəvətinizə Çox görə. sağ olun. Siz də elə uzaq yoldan gəlmisiniz. Çox sağ olun. Sağ-salamat gedin deyirik. Amin. Çox sağ olun. Və təşəkkür məqamında Lazy Club-ı unutmaq olmaz. Bugünkü bu gözəllik üçün, bu möhtəşəm libas üçün Lazy Club-a təşəkkür edirəm. Bütün xanımlarımızın zövqünü oxşayacaq bütün geyimlər Lazy Club-dadır. Təşəkkür edirəm dəyərli qonaqlar. Sağ olun deyirəm dəyərli izləyicilər. Özü 4 sentyabr Respublikanın əməkdar artisti Teymur Əmrah yubiley konserti ilə Heydər Əliyev Sarayının səhnəsində sevilən mahnılar, canlı ifa və nostalji dolu bir axşam. Biletlər şəhərin kassalarında və itiket.az saytında. Məlumat üçün 051 303 35 40 4 sentyabr Teymur Əmrah Heydər Əliyev Sarayında. 802 nömrəsinə kimlər zəng edə bilər? Narkotik vasitə və ondan asıllıq mövzusunda məlumat almaq istəyənlər. Narkotik vasitələrin qanunsuz dövrəsinə dair məlumat vermək istəyənlər. Narkotik istifadəçiləri. Narkotik asıllıqdan əziyyət çəkən ailələr. Bu istiqamətdə məlumat almaq istəyən hər kəs. Həftənin 1-ci gündən 5-ci günədək saat 9-dan 18-ədək 802 qaynar xəttinə müraciət edə bilərsiniz. Onunla ilk görüşüm tamamilə təsadüf idi. İlk görüşdən onu mənə dostlarım məsləhət gördü. Sonra aramıza heç kəsin girə bilməyəcəyi bir sevgi yaşanmağa başladı. Özümü onsuz təsəvvür etmirdim. Hər dəqiqə, hər an onu düşünürdüm. Lakin bu sevginin əslində sevgi deyil, özünü məhv etmək olduğunu anladım. Ayrılmağa qərar verdim. Və gün gəldi, mən onunla yollarımı ayırdım. Düz də elə də asan da olmadı. Amma bilirdim ki, düz eləmişəm. Artıq neçə ildir ki, narkotik istifadə etmirəm. Özümü çox xoşbəxt hiss eləyirəm. Narkotikdən imtina etdikdən sonra elə bil yenidən doğulmuşam. Ailəmə geri döndüm. İşləyirəm, çox xoşbəxtəm. Həyat canlı verilişinə Tulipa Helski və MSP avtomatik qaplarının sponsorluğu ilə baxırsınız.
Babək Quluzadə salam, necəsiz? Xoş gəlib, səfa gətirmisiniz. Buyurun, əyləşin. Salamlayıram bütün tamaşaçılarımızı. Yenə də Həyat Canlı verilişində saat 11 gəlib çatdısa bizə doğma olan Kanal S-də deməli, demək, gülmək və maraqlı söhbətlər başlayır. Necəsiz? Əhval-ruhiyyə necədir? Qaydasındadır hər şey? Bəli, bəli, bəli. Var olun Nahid bəy. Sabahlarınız xeyir olsun, gününüz uğurlu olsun. Təşəkkür edirəm sizə. Dəvətə görə var olasınız. Hər zaman Kanal S bizim yanımızdadır, bizlərə dəstəkdir. Siz də sağ olun, var olun ki, axarlı, baxarlı, gözəl verilişinizə bizi də dəvət etmişsiniz. Təşəkkür edirəm. Təşəkkür edirəm. Necə gedir bu yayla, istilərlə? Güzlər. Valla istilərlə belə deyə yaramız o qədər yoxdur. Soyuq fəsli xoşlayan insanam. Amma bacardığımız qədər tətildir də, istifadə eləyirik. Tətildən yararlanmağa çalışırıq, amma inanın ki, vaxt olmur. Ha deyirik, gedək hansısa bir rayona istirahət eləyək, biz də dincələk, amma studiyalar falan, zapislər sağ olsunlar, imkan vermirlər. Bəs onda mən belə başa düşürəm ki, hələ yayın nə qədər də gəlməyini hələ hiss eləməmişik. Yox, bir qədər hiss eləməmişik. Bizim üçün iş qrafikidir. Ancaq hə, bəli, restorandır, falandır. Studiyadır, zapislərdir, aranjmanlardır, hamısında hələ ki işimizin başında dururuq. Bəs yaxşı, bizneslə müğənnilik bir arada olanda çətin olmur ki? Vallahi belə deyim ki, bəzən o insanlar var ki, deyir, iki sənət, iki iş bir arada olanda çətin olur. Amma inanın ki, yəni elə deyil. Bacaran o işi bacarmaq lazımdır da. Müğənnilik sənətimiz də var, sağ olsunlar bizi sevənlər və bizim digər restoran işimiz də var ki, o öz axarında, qaydasında davam edir. Amma sadəcə müğənnilik, musiqi, aranjman müəyyən bir zamanda hansısa bir gün olarsa dəvət alırıq, dəvət olunuruq, gedib iştirak edib, yenə gəlib restoranda işimizin başında dururuq. Yaxşı, bunu tərəziyə qoysaq, düzü nə qədər belə məntiqlə fikirləşsək tərəziyə qoyulası işlər deyil, hərəsinin öz ayrı-ayrı belə çətinlikləri var. Amma biz indi hal-hazırda Babək bəydən soruşsaq ki, hansı daha çətindir? Restoran işi. Restoran işi daha çətindir. Restoran işi daha. Mən bəlkə də bizim tamaşaçılarımızın çoxsu bilmir. Mən də o işlə məşğul olmuşam, mən də işlətmişəm və uğursuz olmuşam bəzən, uğursuz olmuşam və ondan sonra mən biraz ehtiyat eləmişəm, onun nə qədər çətin olduğunu bilirəm. Çünki orada çox xırda detallar böyüyür. Elə bilirsən ki, balacadır, sonra bir də görsən ki, dağ boyda olub. Ona görə həqiqətən də çətin işdir, çətindir. Bəs bizim bilirsiniz ki, tamaşaçılarımız da bilir ki, Babək bəy bizim Aşıq Zülfiyə xanımın oğludur. Bizim bilirsiniz, ortaq cəhətimiz nədir? Mənim də anam Zülfiyə xanımdır, Zülfiyə. Mən ona görə Aşıq Zülfiyə xanımı görəndə deyirəm ki, anam gəldi deyirəm. Elə həqiqətən də o insanı biz nə qədər çox istəyirik, həmişə sağlam olsun, həmişə yanımızda, yörəmizdə olsun və elə həqiqətən də o xanım bunu sən buradasan deyə demirəm, həqiqətən də heç burada olmasan belə biz onsuz da zaten bir-birimizi çox istəyirik. Məni çox istəyir, mən də həqiqətən qarşılıqlı bir övlad kimi çox istəyirəm. Həmişə gənclərə dəstək olub, gənclərin arxasında olub, gənclərə nə gücü varsa kömək eləməyə çalışıb. İndi bu gəncləri bildik. Bəs Babək müəllimə, Babək bəyə nə kömək eləyib? Bu gəncə nə eləyib? Bax, oradan danışaq. Valla belə deyim ki, yəni Zülfiyə xanımın sağ olsun, var olsun, siz də sağ olun, var olun, gözəl sözlərə görə təşəkkürümü bildirirəm sizə bir daha. Zülfiyə xanımın təbii ki, nəinki gənclərə, elə mənə dəstəyi də böyükdür. Hər zaman bilirsiniz necə, yəni ana kimi bir ayrıdır, Aşıq Zülfiyə olaraq bir ayrıdır. Yəni iki tərəfli baxımdan hər zaman yanımdadır. Evdə ana kimi töhfələrini verir, bəli. Səhnədə isə bir Aşıq Zülfiyə, bir məktəb olaraq, yəni o yolundan bəhrələnirik. Hər zaman yanımdadır. O bir müəyyən, məsələn, belə deyim ki, özü də dedi, illər öncə mən sənətə yeni başlayanda, müəyyən dedi, bir yerə qədər dedi, mən gətirəcəm. Amma dedi, o yerdən sonra sən artıq tək olasın. Əgər ki, sevilə bilərsənsə, xalqın sevgisini qazana bilərsənsə, bu xalq hər zaman sənin yanında olacaq.
yox, qazana bilməyəsənsə yenə sən tək qalarsan. Və bugünkü bugün ilk öncə Zülfiyə xanıma da və bizim xalqımıza da təşəkkür edirəm ki, hər zaman yanımda oldular. Tək qoymadılar. Tək qoydular, seçdilər. Zülfiyə xanımla bir ayrı, Zülfiyə xanımsız bir ayrı. Əgər ki, bugünkü bugün kimlərin də mənə baxanda gözlərində parıltı yarada bilirəmsə, nə xoş mənim halıma. Əlbəttə Hər birinə təşəkkür edirəm, xalqımıza var olsunlar. Bəs maraqlı gələn məqamlardan biri odur ki, biznes həyatına birinci başlamışdınız, yoxsa oxumağa, ifaya? Oxumağa. Oxumağa. Bəs burada Aşıq Zülfiyə xanımın nə qədər rolu var ki, sizi məcburmu eləyim deyim, belə deyim, yoxsa düzdə çıxsın ki, yoxsa həqiqətən də sizdə o istedadı görüb və ya o həvəsi görübmü dedi belə. Necə baş verdi ki, siz bu sənətə gəldiniz? Bilirsiniz necə? İlk öncə mən sintezator ifaçılığından başlayırdım, heç müəllim yanına getmirdim. Amma yəni baxırdım ki, 7-ci, 8-ci siniflərdə oxuyurdum, 1-2 mahnı ifa eləyirdim. Not bilmirəm, məsəl üçün, musiqi duyumum heç biri yoxdur, amma sadəcə sintezator ifa eləyirdim. Və bu gördük ki, məsələn, bu var da ki, bunu növbəti... Sən demə musiqi duyumu var imiş, biz bilmirmişik. Növbəti vaxtlarda, növbəti zamanlarda piyaninə müəllimləridir, İncəsənət İnstitutu, bizim musiqiçilərin dilində bir söz var da, kör muzikant, savadsız olan kör muzikant deyirlər. MSB avtomatik qapılar yeni nəsil qapı texnologiyasını təqdim edir. Son standartlara uyğun MSB fabrikində xüsusi istehsal texnologiyası ilə istehsal olunan bu profillər qalvaniz metal konstruksiyadan hazırlanır və istehsal prosesində qaynaqdan istifadə edilmir. 45 dərəcə xüsusi kəsim və innovativ birləşmə sistemi sayəsində paslanmaya və çürüməyə qarşı yüksək davamlılıq göstərir. Elektrostatik toz boya texnologiyası ilə rənglənərək uzun illər estetik görünüşünü qoruyur. İki tağlı darvazalar üçün xüsusi hazırlanmış daxili profil isə qapıya həm fərqli dizayn, həm də əlavə möhkəmlik kazandırır. MSB, sabaha açılan qapılar. Dostlar! Gəlin Ozmo Kornet ilə əyləncəli kod oyunu macerasına başlayaq. Xırtıldayan vaflisi və dadlı kremi ilə Ozmo Kornet. Qabaqlardakı kodu oxud, kodlaşdırma maceranıza dərhal başlayın. Ozmo Kornet, hər kodda əyləncə var. Səssiz işləmə, güclü soyutma və enerji qənaəti ilə Shivaki kondisionerləri sizə maksimum komfort yaradır. İstənilən havada stabil temperatur, evinizdə isə xoş atmosfer. Shivaki, Yapon keyfiyyəti. Qəbizlik elə əziyyətli olur ki, mən Regulax damcı qəbul edirəm. Qəbizlik zamanı gecə qəbul edilir. Təlimatlara əsasən səhər yumşaq və komfortlu təsir başlayır. Regulax damcı, bağırsaqlara dəstək. Əsl futbol həyəcanı. Cərimə zərbəsi. Və gol! İnanılmaz hissdir. Oreo əsl kakao və vanil kreminin mükəmməl birləşməsidir. Daha çox Oreo, daha çox əyləncə. Alergiya sizi narahat edir? Otrivin 2 dəqiqəyə burnu açır, 12 saata qədər təsir edir. Otrivinlə rahat nəfəs alın. Əsl futbol həyəcanı. Cərimə zərbəsi. Və gol! İnanılmaz hissdir.
Xəstələrimin əksəriyyəti mükəmməl təbəssümə və ağ dişlərə sahib olmaq istəyir. Lakin onlar dişlərinin həssaslaşacağından narahatdırlar. Sensodin Clinical White dişlərin 2 ton daha ağ olmasını və gün ərzində həssaslıqdan qorunmasını təmin edir. Mən 100% tövsiyə edirəm. Sensodin Clinical White diş macunu. Hazırsan, təravəti hiss et. Şirəli limon, ətirli nanə, yeni Sprite Mojitonusuna ilk qurtumdan buz kimi sərinlik. Karega çağırışı. Karega gün ərzində sizə hansı dəyişiklikləri gətirə bilər? Səhər yeməyindən nahara və şam yeməyinə qədər. Karega güclü fiksasiyanı təmin edir, diş ətinin qıcıqlanmasına səbəb olan qida qalıqlarından qoruyur və rahatlıq bəxş edir. Əsil futbol həyəcanı. Cərimə zərbəsi. Və gol! İnanılmaz hissdir. Mən yerə yıxıldım, amma köməyimizə betadin çatdı. Betadin viruslar, göbələklər və bakteriyalara qarşı təsirli, rahat antiseptikdir. Betadin dayanmaq üçün səbəb yoxdur. Allergiya sizi qəfil yaxaladı? Suprastin qəbul edin. 15 dəqiqədən etibarən təsir göstərir və allergiya simptomlarını azaltmağa kömək edir. Suprastin Super, sadəcə allergiyaya qarşı. Hazırsan, təravəti hiss et. Şirəli limon, ətirli nanə, yeni Sprite Mojitonusuna ilk qurtumdan buz kimi sərinlik. Möcüzəli qapı ardında gözləyir məni dadlı qida. Felix. Dişi olmaq çox gözəldir. Hazırsan, təravəti hiss et. Şirəli limon, ətirli nanə, yeni Sprite Mojitonusuna ilk qurtumdan buz kimi sərinlik. Nescafe Gold öz zəngin dadını və dolğun ətrini dəyərli anlar üçün bəxş edir ki, gününüz zövqlə davam etsin. Nescafe Gold, dəyərli anları sən yaradırsan. Əsil futbol həyəcanı. Cərimə zərbəsi. Və gol! İnanılmaz hissdir. Yəni mən də dedim, niyə kör muzikant olum da? Gedim bu işi bilirəmsə, bacarıramsa, suluq varsa, istək, arzu varsa, var idi da. Niyə dedim bunu sənətli formada, sübutlu, savadlı formada öyrənməyim. Getdim, institutlara qəbul oldum, oxudum. 2 il fortepiano, 4 il incəsənət. Bugünkü gündə şükür Allaha savadımız da yerindədir. Hər zaman bizi sevənlər, musiqiçilər, dostlarımız, yoldaşlarımız, onlar da sağ olsunlar, bizim yanımızdadır. Öyrəndiyimizi öyrədirik, öyrənə bilmədiyimizi də sağ olsunlar. Bizdən dəyərli musiqisi dostlarımız öyrədirlər. Əlbəttə ki, onsuz da bu sənət elə bir sənətdir ki, burada nə qədər öyrənsən belə, yenə öyrənmək lazımdır. Elə bunu bizim çox istədiyimiz Aşıq Zülfiyə xanım da hər dəfə deyir ki, bala, mənə bir dəfə dedi ki, bala, bilirsən nədir? Deyir, mən nə qədər öyrənmişəm. Amma mən hələ də öyrənirəm. Yəni, bunu həqiqətən də illərini bu sənətə vermiş insanlar, sözünü demiş insanlar deyirsə, biz hələ öyrənə hələ gedirik. Hələ sıra bilmirik. Hələ biz öyrənə getməliyik. Və mən istəyirəm ki, bu məqamda sponsorlarımız barəsində məlumat verim. Ondan sonra maraqlı söhbətlərimizlə davam eləyəcəyik. Tulipa Healthcare bizim sağlamlığımızın keşiyində duran şirkətlərdən biridir. Biz ölkə xaricində müalicə almaq istəyəndə ağlımıza suallar yaranır ki, necə eləyək? Məsəl üçün, Türkiyənin qabaqcıl və məşhur xəstəxanasına necə gedək çataq, necə oradan yaxşı həkimi tapaq? Elə bu suallar olanda Tulipa Healthcare bizə elə ölkəni tərk etmədən əvvəl həkim konsultasiyalarından keçirik. Bizim diaqnozumuz qoyulandan sonra biz rahat şəkildə aparılırıq ora, orada qarşılanırıq, orada həkimlərin müalicələrdən keçirik. Tam sağalandan sonra siz geri dönürsünüz və
sizi nəzarətdə saxlayırlar. Yəni, ağlınızda olan bütün suallar, sizi qorxudan, sizi biraz ehtiyata salan sualların hamısını Tulipa Heski öz çiyinlərinə götürür və bütün hər bir şeydə sizin yanınızda olur. Və əgər siz də sağlamlığınızı etibarlı əllərə həvalə etmək, düzgün diaqnoz və keyfiyyətli müalicə almaq istərsinizsə, Tulipa Heskiyə müraciət edə bilərsiniz. Əlaqə nömrələrini deyim, qeyd eləyin, 055 545 99 94 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Unutmayın, sağlamlığınız hər şeydən üstündür. Növbəti sponsorumuz olan MSB avtomatik qapıları yeni nəsil qapı texnologiyasını təqdim edir. MSB fabrikində son standartlara uyğun istehsal olunan profillər tam qalvaniz metaldan hazırlanır və istehsal zamanı qaynaqdan istifadə edilmir. Xüsusi 45 dərəcə kəsim və birləşmə sistemi sayəsində qapılar paslanmaya və çürüməyə qarşı daha davamlı olur. Elektrostatik toz boya örtüyü isə qapının rəngini və görünüşünü uzun illər qoruyur. İki tağlı darvazalar üçün nəzərdə tutulan xüsusi daxili profil qapıya həm möhkəmlik, həm də daxili və görünüşü estetiklik qazandırır. Ona görə də MSB avtomatik qapılarından rahat şəkildə istifadə edə bilərsiniz və öz evlərinizdə də siz gəlib qoşduracaqsınız və həqiqətən də deyəcəksiniz, sağ ol Nahid, sağ ol ki, bizə bu MSB avtomatik qapılarını tanıtdın və əlaqə nömrələrini də deyim, qeyd edin 051 878 99 99 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Keyfiyyətinə görə onsuz da qiymətlər münasibdir, amma bizim verilişimizin adından müraciət edən bütün tamaşaçılara da xüsusi həyat canlı verilişinin adından da endirimlər və ürək rahatlığı ilə sizə endirimi eləyəcəklər, deyəcəksiniz, ha, bax, bu ayrı məsələ, bu başqa məsələ. Onda da bizə bir çox sağ ol yəqin ki, qaynar xəttimizə yazarsınız. Və davam eləyək, mən istəyərdim ki, bir mahnı alaq, ondan sonra elə tam sürətlə davam eləyəcəyik. Buyurun. Yar saldı bu eşqə məni, can elədi evdə məni. Yar saldı bu eşqə məni, can elədi evdə məni. Mən necə də bilməmişəm, amma sənə can demişəm. Dərdimə dərman demişəm, canımı qurban demişəm. Aşiqəm deyə deyə dönmüşəm divanaya, düşmüşəm bu sevgiyə, and içim yerə göyə, daha bəs nəyə nəyə inansam bu sevgiyə. Aşiqəm deyə deyə dönmüşəm divanaya, düşmüşəm bu sevgiyə, and içim yerə göyə, daha bəs nəyə nəyə inansan bu sevgiyə. Salar sevdiğini söyle ginem bu zulme. Senden başka dünyada gedimən açım mən kimə. Kim salar sevdiğini söyle ginem bu zulme. Senden başka dünyada gedimən açım mən kimə. Gedimən açım mən kimə. Aşiqəm deyə deyə dönmüşəm divanaya, düşmüşəm bu sevgiyə, and içim yerə göyə, daha bəs nəyə nəyə inansan bu sevgiyə. Ne kadar üstse beni eşk yolunda derdi bana. Dözəcəm ta ki yetəm səninlə mən bu xoş vüsala. Etmə gəl aşiqinə sən bu qədər cövrü cəfa.
Sevene gereydi bu hayatta her zövgü safa. Nedir bu hasrette, nedir bu mühnette, hanı mehabbette. Aşıqəm deyə deyə dönmüşəm divanaya, düşmüşəm bu sevgiyə, and içim yerə göyə, daha bəs nəyə nəyə, inan sən bu sevgiyə. Ey aşıqəm deyə deyə dönmüşəm divanaya, düşmüşəm bu sevgiyə, and içim yerə göyə, daha bəs nəyə nəyə, inan sən bu sevgiyə. Bizə doğma olan Kanal S-də davam eləyirik həyəcanlı verilişi ilə və maraqlı söhbətlər yenə davam eləyir. Deməli, biz belə başa düşdük ki, həqiqətən də bu sənətin tam belə təhsilini almamışdan öncədən də suluq dediyimiz var idi. Və ondan sonra necə oldu ki, Zülfiyə xanım dedi ki, bala, başla. Bizim belə deyim, yəni o vaxtı o hər insana verilir də o sual ki, övladlara, yəni böyüyəndə kim olmaq istəyirsən? Aha. Mən dedim ki, sintezator ifaçısı, musiqi dedim, öyrənmək istəyirəm. Atam bir sintezator aldı. Yəni uşaqlara məsələn indiki vaxtında o ucuz alırlar da, belə deyək ki, öyrənənə qədər, amma sağ olsunlar mənə ən bahalısını o vaxtda ən professionalını aldılar. Dedilər, yəni budur, elə birbaşa ən yaxşısından başla. Yəni bir növ onu da doğrultmağın həmişə tərəfində idim ki, yəni mənim üçün ən yaxşısını eləyirlər. Onu da doğrultdum və günlərin bir günü Zülfiyə xanım elə dedi ki, bəlkə bir sən səsi də yoxlayasan, görək bir səs varmı, yoxmu, oxuyarsan, mahnı falan. Birinci umamadım ki, yəni oxuyum belə-elə. Biraz oxudum, 2 mahnı, 3 mahnı, biraz yol göstərdi, biraz göstərişlər verdi. Belə deyim, yəni o müğənnilik sənətini biraz yolunu, yordamını öyrətdi. Və günün birində artıq professional səhnədə biz bir mahnı oxuduq, Elçi Gedək adında, sonra Xəbərim Varmı adında və bu mahnılar artıq insanlar tərəfindən sevildi. Hər yanda Zülfiyə xanımı dəvət eləyəndə deyirdilər ki, Babək gəlsin o mahnılardan oxusun. Və belə sağ olsun xalqımız artıq bütün el şənliklərində, toylarda, tədbirlərdə hamısında hər kəs o mahnını istəyirdi. O mahnılarla da belə sevildik. Bəs repertuarları seçəndə nələrə fikir verirsən əsasən? Sözlərə, yoxsa? İlk öncə bilirsiniz necə, mahnı bir ayrı şeydir, şeir bir ayrı şeydir. Amma onları biri-birinə uyğunlaşdırmaqsa, onun mahnını şeirə, şeirin mahnıya yaraşdırmaq, o isə bambaşqa bir şeydir. Tamam ayrı bir şey. Hə, o bambaşqa bir şeydir. Yəni, ən çox birinci şeirə baxıram. Bugün belə deyərdim ki, elə sözü yaxşı vurğuladınız. Mahnı var, söz yoxdur. Musiqi var, sözü yoxdur. Baxırsan ki, ancaq elə ritim blok gedir, amma ortada bir söz yoxdur. Amma köhnə, əvvəlki mahnılara baxanda görürsən ki, mahnıda bir həsrət var, mahnıda bir yanğı var. Mahnıda bir dinləyiciyə mahnı nəyisə çatdıra bilir və o mahnı sənə xoş gəlir. İndiki vaxtda o yoxdur və çalışmışam həmişə birinci sözə fikir verim və ona uyğun musiqilər bəstələyim ki, insanların ürəyinə yata bilsin. Bəs sosial şəbəkənin sizə nə qədər effekti, yaxşı tərəfi, pis tərəfi var? Sosial şəbəkənin bugün mənə belə deyim ki, heç bir xeyri yoxdur. Mən deyərdim ki, yeganə insan sizsiniz ki, bu suala xeyri yoxdur deyən insansınız. Bəli, çünki niyə? Mən sosial şəbəkələrdə olsam da, sosial şəbəkə işlətsəm də mən oradan heç bir, yəni nə iş, nə qazanc, nə hansısa bir şey barədə bəhrələnmə mən oradan görmürəm, istifadə eləmirəm. Mən belə deyim ki, sağ olsun kanallarımız, sağ olsun televiziyalarımız, yəni mən bunlarla bəhrələnirəm. Mənim bugün varlığım, mənim gücüm televiziya kanallarıdır.
sosial şəbəkələr deyil. Sosial platformalarda bir o qədər mən məşhur insan deyiləm. Amma kanallarda hər kəsin evində qonaq olan zaman çox məşhur insanam. Əlbəttə elədir, əlbəttə elədir. Və bu əslində bunu mən ilk dəfədir, baxın, mən dəfələrlə bu sualları vermişəm. Hər dəfə deyirlər, düzdür, deyirlər ki, televiziyanın rolu böyükdür və bu danılmaz bir faktordur, bu ayrı bir məsələ. Amma deyirlər ki, sosial şəbəkədən bizi işlər belə. Maraqlı futbol yarışları bir ünvanda. Setanta Sports və Setanta Sports Plus telekanalları artıq ATV Plus kabel televiziyasında yayımlanmağa başladı. Siz futbol üzrə İngiltərə, Fransa, Almaniya, İspaniya, İtaliya çempionatlarını ATV Plus kabel televiziyasına qoşulmaqla rahatlıqla izləyə biləcəksiniz. Qoşulmaq və əlavə məlumat almaq üçün 996 qısa nömrəsinə zəng edin. ATV Plus, zamanın nəbzi. Əsil futbol həyəcanı. Cərimə zərbəsi. Və gol! İnanılmaz hissdir. Qəbizlik elə əziyyətli olur ki, mən Regulax damcı qəbul edirəm. Qəbizlik zamanı gecə qəbul edilir. Təlimatlara əsasən səhər yumşaq və komfortlu təsir başlayır. Regulax damcı, bağırsaqlara dəstək. Yayın dadını çıxarmağın hər yolu mükəmməldir. Amma səninki bir başqadır. Onlar axına qarşı getməyi xoşlayırlar. Onlar üçün isə bu möhtəşəm olmalıdır. Bəs sənin yayının dadı necədir? Pepsi ilə yayı öz tərzində dad. Oreo əsil kakao və vanil kreminin mükəmməl birləşməsidir. Daha çox Oreo, daha çox əyləncə. Əsil futbol həyəcanı. Cərimə zərbəsi. Və gol! İnanılmaz hissdir. Xəstələrimin əksəriyyəti mükəmməl təbəssümə və ağ dişlərə sahib olmaq istəyir. Lakin onlar dişlərinin həssaslaşacağından narahatdılar. Sensodyne Clinical White dişlərin 2 ton daha ağ olmasını və gün ərzində həssaslıqdan qorunmasını təmin edir. Mən 100% tövsiyə edirəm. Sensodyne Clinical White diş macunu. Amma köməyimizə betadin çatdı. Betadin viruslar, göbələklər və bakteriyalara qarşı təsirli, rahat antiseptikdir. Betadin dayanmaq üçün səbəb yoxdur. Allergiya sizi qəfil yaxaladı? Suprastin qəbul edin. 15 dəqiqədən etibarən təsir göstərir və allergiya simptomlarını azaltmağa kömək edir. Suprastin Super, sadəcə allergiyaya qarşı. Hazırsan, təravəti hiss et. Şirəli limon, ətirli nanə. Yeni Sprite Mojitonusuna ilk qurtumdan buz kimi sərinlik. Möcüzəli qapı ardında gözləyir məni dadlı qida. Felix. Dişi olmaq çox gözəldir. Hazırsan, təravəti hiss et. Şirəli limon, ətirli nanə. Yeni Sprite Mojitonusuna ilk qurtumdan buz kimi sərinlik. Mükəmməlləşdirilmiş Purina One qidası ilə dəyişikliyi 21 günə görə bilərsiniz. Əla iştah və yüksək enerji, sağlam həzm üçün bağırsaq mikroflorasını yaxşılaşdırır, işıldayan tük örtüyü və parlaq gözlər. Purina One 21 günlük sınağı yoxla. Hazırsan, təravəti hiss et. Şirəli limon, ətirli nanə. Yeni Sprite Mojitonusuna ilk qurtumdan buz kimi sərinlik.
Nescafe Gold öz zəngin dadını və dolğun ətrini dəyərli anlar üçün bəxş edir ki, gününüz zövqlə davam etsin. Nescafe Gold, dəyərli anları sən yaradırsan. Hazırsan, təravəti hiss et. Şirəli limon, ətirli nanə. Yeni Sprite Mojitonusuna ilk qurtumdan buz kimi sərinlik. Brilliant parlaqlığı ilə öz Prime Eranı yaşa. Yeni Garnier Fructis seriyası, bitki keratini və suya davamlı texnologiyası ilə saçlara 100 saata qədər güzgü parlaqlığı verir və 5 qat daha çox amarlıq. Bu parıltıdan daha çoxdur. Bu sənin brilliant parıltılı Prime Eran'dır. Garnier Fructis. Dostlar! Gəlin Ozmo Kornet ilə əyləncəli kod oyunu macerasına başlayaq. Xırtıldayan vaflisi və dadlı kremi ilə Ozmo Kornet. Qabaqlardakı kodu oxud, kodlaşdırma maceranıza dərhal başlayın. Ozmo Kornet, hər kodda əyləncə var. Əsil futbol həyəcanı. Cərimə zərbəsi. Və gol! İnanılmaz hissdir. Mikail'la səhnədə olan musiqi də gözəl olur qonaqlarda. Səmimiyyət və xoş münasibətli Mikail'ın bu dəfə də dəyərli qonaqları var. Sazlı sözlü Aşıq Kəmalə Qubadlı. Həzin ifalarının ahəngi ilə İlgiz Əliyev. Billur avazlı Təranə Qədəbəyli. Sədalı mahnılarla Sevda Əlverdiyeva səhnəmizdə oxuyacaq. İlk dəfədir mən görürəm ki, deyir belə. Elə ona görə də, elə sizin evlər olsun, iş olsun, hardan bizə baxsa, qonaq gəlmişiksə, elə sizin tanıdığınız olan Babət bəy ifa eləsin, elə bizdə feyziyab olur. Buyurun. Yağan qardır əlləri, gül üzünə tökülübdü tenləri. Bir gecəlik yağan qardır əlləri, gül üzünə tökülübdü tenləri. Utandırıb çiçəklər gülləri, utandırıb çiçəklər gülləri. Kəndimizə bir qız gəlib şəhərdən, arxasınca boylanıram səhərdən. Kəndimizə bir qız gəlib şəhərdən, arxasınca boylanıram səhərdən. Bilməyirəm ünvanını, adını, görməmişəm yaxınını, yadını. Bilməyirəm ünvanını, adını, görməmişəm yaxınını, yadını. Alışdırıb ürəyimin odunu, alışdırıb ürəyimin odunu. Kəndimizə bir qız gəlib şəhərdən, arxasınca boylanıram səhərdən. Kəndimizə bir qız gəlib şəhərdən, arxasınca boylanıram səhərdən. Baxışları ürəyimi əridir, nağıllardan çıxıb gəlmiş bəridir.
Subaylığın daşına atsam yerdir. Kendimize bir kız gelip şehirden, arkasında boylanıram seherden. 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 Babək Quluzadə var olun həqiqətən də maraqlı mahnıdır. Bu mənə nəsə biraz əvvəlləri xatırlatdı. Biraz nəsə. Təbii ki, elə bayaq sözü ona vururdum ki, yəni nə varsa o keçmiş mahnılarda var. Həm musiqi duyumu baxımından, həm həsrət baxımından, həm mahnıda insanlara nəyisə çatdırmaq baxımından. Bəs yaxşı, gəlin belə bir tərəfdən baxaq. Bunu mən də yaşamışam. Əslən bunun cavabını mən bilirəm, amma tamaşaçılarımız üçün bu sualı verirəm. Tanınmış insanın övladı olmaq insana məsuliyyətmi verir, yoxsa rahatlıqmı verir? Bax, belə deyərdim ki, tanınmış insanın övladı olmaq nə qədər yaxşı bir şeydirsə, bir o qədər çətin bir şeydir. Çox pis şeydir. Doğru dildə desək pis şeydir, bəli. Həqiqətən, vallahi billahi görürlər, düzdür, şükür hər bir şey gözəldir, əladır. Yəni bunu naşükürlük kimi demək də belə pis başa düşürlər. Amma həqiqətən bunun sözü və təkan mən bilirəm hara gələcək, mən də deyim, ondan sonra deyəcəm. Sualı verib özüm də cavab verənlər kim oldum belə. Özümü bir təris elədim, amma ürəyim açıldı bu məqamda mənim. Həqiqətən də. Bəzən hansısa bir atdığımız bizim addımlar var ki, bunu hamı atır o addımı. Onlarda problem olmur. Amma biz o addım atanda çox böyük problemlər gəlir çıxır. Fəlakət Ona var. görə aysa, yəni elə bir dünyada ilk dəfə bunu sən eləmiş kimi hamı belə qəribə gəlir ki, düzdür, şükür Allaha ki, onu hələ yaşamamışam. Mən bildiyimə görə sən deyirəm, amma biraz insan ehtiyat edir bu məqam. Buyur. Təbii ki, yəni tanınmış insanın övladı olmaq bir o qədər gözəl hissdirsə də, bir o qədər də çətin bir şeydir. Yəni hər insan, bilirsiniz necə, tanımayanlar belə görə məsələn o qapını sənə açırlar. Amma o qapıdan içəri girəndə artıq özünü orada doğrultmaq sənin özünə qalıb. Bunun çətin və pis cəhəti də odur ki, ürəyimiz istəyən heç nəyi məsələn eləyə bilmirik. Hansısa bir iş görürük, birdən valideynimizin qulağına çatar, birdən ayıb olar, birdən problem olar. Yəni sıxıla-sıxıla, utana-utana hər zaman özümüzü qorumaq məcburiyyətindəyik də. Hər zaman elə bir hərəkət eləməliyik ki, insanlar bizim o pis şeylərimizi danışmasın. Həmişə yaxşı şeylərimizi danışsınlar ki, bax filan kəs oxşa, filan kəs bu yaxşı şeyi elədi, sən də ona oxşa və yaxud onun kimi ol. Xalqın uşağı. Hə, xalqın uşağı. Amma bizdə məsələn o şeylər təbii ki, çətindir. Hər zaman etdiyimiz hər hansı bir şeydə belə özümüzü qorumağa çalışırıq ki, biz heç, yəni mən oğlan xeyladıyam, belə deyim ki, hə, bir o qədər məsələn ləkə yapışmasa da, valideynə amma ləkə yapışır. Əlbəttə. Yəni o söhbətləri bağlayırlar bir-birinə, heç belə dəxilsiz şəkildə bağlayırlar bir-birinə və qalırsan özündə təəccüb ki, bu necə baş verdi, bunu necə elədilər? Hə, vallahi. Mən heç bunu belə olacağını düşünmürdüm, belə bir şey ola bilərmiydi? Bəlkə heç həqiqətən belədir, mənim xəbərim yoxdur. Bu necə oldu, nətər oldu? Həqiqətən də bizim bəzən tamaşaçılarımızda da biraz var, nələrisə şişirtmək. Adam özü də təəccüblənir ki, ay Allah, nətər olan bir şeydir. Amma gözəl tərəfləri də çoxdur, saysan bitməz bunun. Həqiqətən də gözəl bir şeyləri çoxdur. Bəs ailədən aldığın ən dəyərli həyat dərsi nə oldu? Ailədən aldığım ən dəyərli həyat dərsi atamın həmişə bir sözü var idi ki, hər zaman elə bir hərəkət elə ki, hansısa bir ortama girirsənsə, o ortamda kimlər hansısa bir söhbəti eləyirdisə, o söhbətini dəyişsinlər. Sən gələndə hər kəs özünü yığışdırsın. Bugünkü bugün üzr istəyirəm böyüklərdən, mən o öyüdü nəsihəti öz övladlarıma verirəm. Sağ olun, sizin balalarla baxım. Yəni, kimlərsə, məsələn, sən gələndə deməsinlər ki, bax, filan kəs gəlir, hə, gəlin, məsələn, onu lağa qoyaq, elə deyirdi deməsinlər. Sən gələndə orada elə bir auran olsun ki, oradakılar gülmək istəsə belə gülə bilməsin. Danışılan söhbəti belə dəyişsinlər. Bugünkü bugün
o söz həmişə qulağımdadır. Çox şükür, harada gedirəmsə, hansı ortama da girirəmsə, xətrimi istəyənlər, məni tanıyanlar hər zaman hörmətimi qoruyub saxlayırlar. Təbii ki, mən də onların hər zaman hörmətlərini saxlayıram. Maşallah olsun, bu hörməti insanın özü qazanır. O bayaq deyilən məsələ, qapını aça bilərlər nəyəsə görə, amma onun içərisində özünü doğrultmaq artıq özünün üzərinə qalır. Çünki bir dəfə açarlar, 2 dəfə açarlar, 3 dəfə açarlar, 4-cüdə deyəcəklər ki, ged evə. Ged evə. Alınmır da, yəni əmələ gəlmir. Amma həqiqətən də burada özünü təsdiqləmək əsas bir şeydir. Bəs Zülfiyə xanımdan yeni layihələr varsa, nə vaxtda biz onları görəcəyik, nə vaxtda şahid olacağıq onlara? Yeni musiqilərimiz, aranjmanlarımız var. Onlar inşallah sentyabr, oktyabr aylarına falan gəlir. Çünki Zülfiyə xanım elə özü hal-hazırda rayondadır. Buradan salamlayırıq, qucaq da olsa salam göndəririk. Biz yəni bir ərsəyə gələ bilmirik ki, bir-birimizi tuta bilmirik ki, belə deyək, birimiz Bakıda, birimiz rayonda. O studiyada gedib o mahnıları aranjman eləyək, mahnıları oxuyaq, bir-birimizin fikrini alaq. Çünki mən burada onsuz eləsəm, mahnını göndərsəm bəyənməz ola bilər ki, məsələn, hansısa bir yerdə səhv eləyərəm və yaxud bir yerdə olmalıyıq ki, biz o mahnılarda ikimiz də fikrimizi bütöv şəkildə bir-birimizə çatdıra bilək. İnşallah sentyabr ayı, oktyabr ayı yeni mahnılarımız, duetlərimiz gözlənilir. Yeni mahnılar, yeni duetlər olacaq inşallah. Allahın izni ilə uğurlu olar. Onsuz da Zülfiyə xanımın orada əli varsa və Babək də həqiqətən də öz sözünü deməyə doğru gedən, öz sözünü deyən, həqiqətən də özünü doğruldan insanlardandır. Əsas budur ki, insan özünü doğrulda bilsin həqiqətən də. Yəni, mən deyərdim ki, get-gedə artıq Zülfiyə xanıma görə də yox, özünə görə səni çox istəməyə başlayıblar. Yəni, düzdür, Zülfiyə xanımın burada əvəz olunmaz bir rolu var, o başqa bir məsələdir. Mən ona girə bilmərəm, o ayrı bir məsələdir. Sonra məni yığacaq, danlayar məni, elə deyək ki, sonra məndə problem yaranmasın. Amma həqiqətən də özünü sevdirə bildin. Bunu bacara bildin. Çox şükür bugünkü günə. Yəni, yenə də deyirəm, əgər ki 100 nəfər varsa, 10 nəfərin içində mənə baxanda o 10 nəfərin gözündə parıltı yaradıramsa, nə xoş mənim halıma. Mən yəni xoşbəxt insanam. Xoşbəxt insanam ki, sevirlər, xətrimi istəyirlər. Bilirsiniz, bayaq elə söz işlətdiniz ki, o sosial platformalarda falan, yəni hələ indiyənə qədər mənim sosial şəbəkələrimdə heç kim mənə artıq əksik bir komment, bir rəy yazmayıb. Amma digər məsələn, həmkarlara baxırsan ki, aləm dəyir bir-birinə, yəni onu da etməsinlər, ayıbdır, o da insandır, o da sənətçidir və yaxud yoldaşdır. Hər nə də olsa, hansı sənətin sahibi olursansa, o insanın ürəyi, içi gözəl olmalıdır. Əlbəttə. Əgər ki, sən ona artıq əksik söz yazırsansa, sənin birinci özündədir problem. Yəni, etməsinlər, eləməsinlər. Şükür, məndə də elə bir halı yoxdur. Hər zaman sosial şəbəkələrdə rəyləri də həmişə izləyirəm, baxıram. Heç bir vaxt, heç bir zaman güldən ağır söz deyilməyib. Ay maşallah olsun. Mən təşəkkür eləyirəm. Maraqlı efir oldu məncə, maraqlı həm söhbət oldu. İnşallah yenə də həm söhbət olacağıq, yenə də söhbət eləyəcəyik və mən təşəkkür eləyirəm. Buradan qucaq da olsun, Zülfiyə xanıma da salam göndərirəm. Allah həmişə sağlam eləsin, həmişə bütün anaları qorusun, bütün anaları həmişə sağlam eləsin və mən təşəkkür eləyirəm. Şad oldum, xoş oldu və inşallah daha da uğurlu şeylərdə, daha da uğurlu ifalarda, daha da uğurlu yerlərdə altında sənin imzanı görək. İnşallah. Təşəkkür edirəm, var ol. Və sənin ifanla biz sağollaşacağıq və ondan sonra bizə doğma olan Kanal S-də ard-arda düzülmüş maraqlı verilişlərə baxın.
içerin of yarası derin. Yüreğim yanıyor zalim, yüreğin yansın ey. Bağına bahçana zalim, baykuşlar konsun. Yüreğim yanıyor zalim, yüreğin yansın ey. Bağına bahçana zalim, baykuşlar konsun. Maksuduma taşır düşeni cana, feryadı figanım zalim sığmaz cihana. Feryadı figanım zalim sığmaz dağlara. Sen nasıl tabipsin of çare kılsana. Yüreğim yanıyor zalim, yüreğin yansın ey. Bağına bahçana zalim, baykuşlar konsun. Sen nasıl tabipsin of çare kılsana. Yüreğim yanıyor zalim, yüreğin yansın ey. Bağına bahçana zalim, baykuşlar konsun. Yüreğim yanıyor zalim, yüreğin yansın ey. Bağına bahçana zalim, baykuşlar konsun. Hamıya salam. Gəlin baxaq efirdədir. Bu gün də sizlərin görüşünə bir-birindən maraqlı, əyləncəli görüntülərlə gəlmişik. Elə isə gəlin bu görüntülərə birlikdə baxaq. İndi isə gəlin baxaq. Köhnə bir kaset necə fərqli bir suvenerə çevrilə bilir.
Klassik Azərbaycan kinosu bu dəfə uşaqların ifasında. Elə isə gəlin baxaq. Kirin orada. Görmürsünüz mü dədəniz çörək pulu qazanır? Ay Xəzər dənizini qoyub burada niyə kim hesabı bastırdı da? Haydi gəbərin oradan. O qarıya bax, Xoşbaxtlığın Boy. Ay, Moşu. Ay, indiki sulara baxın. Maykayı ağ salmışam, qara çıxıb. Ay, ekologiya budur. Bu bizim sonuncu videomuz idi. Siz isə bizi izləməyə davam edin. Yenidən görüşmək ümidi ilə. Hələlik. Bir velosipedçini halal olsun ona. Salam hər kəsə. Qutardım. Yenə maraqlı, əyləndəli. Kimi? Zülfü qardaşa təşəkkürlər. Alqışlayırım. Gəlin, baxaq.